15 may dünyada beynəlxalq ailə günü kimi qeyd olunur. Ailə dəyərlərini yüksəkdə tutan uzunömürlü ailələr ölkəmizdə saysız hesabsızdır. 70 yaşlı Bəhman Qəmbərov ömür gün yoldaşı ilə birgə Yevlaxın Gülövşə kəndində yaşayır. Uzun illər polis orqanlarında çalışan Bəhman kişi bir övlad, bir nəvə sahibidir. Təqaüdə çıxdıqdan sonra o ata-baba yurdunu Gülüstana çevirib. Yaşadığı həyətdə güllər, müxtəlif ağaclar insana zövq verir. Həyat yoldaşı ilə birgə yaşlarının bu çağında da əkir becərir. 15 may Beynəlxalq Ailə Günündə Bəhman Qəmbərovun qonağı olub, onun təəssüratlarını öyrəndik. Bu ailə günüdür, Beynəlxalq Ailə Günü. Bütün ailələri hamısına uğurlar, can sağlığı, mehribançılıq arzulayıram. İndi mən də bu cəmiyyətin bir üzvü kimi uzun müddətli ailəlik, bir evladım var, bir nəvəm var. Evladım da dövlət işindədir, Bakı şəhərində çalışır, xidmət eləyir. Nəvəm də 10-cu sinifdə oxuyur, Bakı Diplomatiya Akademiyasında orada qəbul olunubdur. 10-cu, 11-ci siniflər orada təhsilini alır. Qeyd edək ki, Yevlaxın Gülövşə kənd sakini Bəhman Qəmbərov Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun bu günə qədər 8 kitabı işıq üzü görüb. Könül Kazımova, Rahim Məmmədov bugün informasiya proqramı üçün.